Xalq artisti Natiq Şirinovun qızı onunla bağlı paylaşım edib. O 10 ildə atası ilə çalışdığını qeyd edib. Sevil bildirib ki, atasının səfərlərində onun yanında tərcüməçi kimi çalışır. Artıq 10 ildir ki, səninlə birlikdə böyük bir mirası daşıyırıq, əziz atam. 10 ildir ki, səhnə arxasından səni izləyirəm, musiqinlə nəfəs alıram, işinə olan sevginə şahidlik edirəm. Bu illər ərzində saysız-hesabsız səhnələrdən keçdik, yorulduq, güldük, bəzən çətinliklər yaşadıq. Bu yolda olmaq, sənin yolunu izləmək isə mənim üçün yük deyil, hər daim şərəf idi. Səhnələr arxasında səni izləyə-izləyə çox şey öyrəndim. Qeyd edək ki, Sevinc adlı xanımla ailəli olan Nağara ifaçısının 3 övladı var. Xalq artisti Alim Qasımov Daşkənddə Gələcəyin İrsi beynəlxalq mükafatına layiq görülüb. Ötən gün Bakıya qayınan xanəndəni ailəsi hava limanında qarşılayıb. Onun görüntülərini Alim Qasımovun qızı əməkdar artist Fərqanə Qasımova yayımlayıb. Videoda Alim Qasımovun digər qızı Dilrubə və nəvələri yer alıblar.